Yeni il mənim ən sevimli bayramlarımdandır. Ona görə də ilin bu vaxtını özəlinə yanaşıram. Süfrə bəzəyi, dekorlar, ən əsası bayram yeməkləri. Bunun üçün də həmişəki kimi üzümü tuturam Walmarta. 17-31 dekabr tarixlərində ilin son endirimləri olacaq. Süfrələrin padişahı basmati düyü 8.79 deyil, 5.97 olacaq. Qırma qarğıdalı yağı 6.79 deyil, 4.97 olacaq. Paytaxt salatın olmazsa olmazı bandil yaşıl noxud 5.75 deyil, 4.77. Skovski provansal mayonez 7.29 deyil, 5.77. Siyəzən təzə toyuq 6.19 deyil, 4.97. Siyəzən açıq filə 8 manat 79 qəpik deyil, 6 manat 97 qəpik. Yeni Zelandiya kərə yağı 23 manat 50 qəpik yox, 18 manat 95 qəpik. Feri qabyon 6 manat 49 qəpik deyil, 2 manat 89 qəpik. Aura 8 rulon mətbəx salfeti 18.59 deyil, 9.99. 1 litrlik Pepsi cəmi 99 qəpik olacaq. Walmartda yeni ilə aid aksesuarlar da var. Bu gördüyünüz saç aksesuarını da özüm aldım. Mən öz alış-verişimi tamamladım. Siz də alış-veriş zamanı Ozio kartından istifadə etməyi unutmayın. Çünki 1,5% cashback qazanacaqsınız. Walmarta mütləq gəlin.